Uşaqlarda qaşlıqda şişlik, bu qasıq yırtığı ola bilər. Qasıq yırtığı uşaqlarda adətən anadan gəlmə olur və əməliyyatla düzəlməlidir. Əsla öz-özünə düzəlməz. Çünki anatomik olaraq qasıq kanalı açıqdır. Qızlarda bu biraz daha təhlükəlidir. Çünki həm uşaqlıq boruları, həm yumurtalıq onlarda bir yerdə bağırsaqlar girə bilər. Oğlan uşaqlarında isə sadəcə bağırsaqlar ora girə bilər. Əgər əməliyyat olunmazsa, qasıq yırtığına girən orqanlar boğula bilər, nekroz ola bilər. 15-20 dəqiqəlik əməliyyat böyük bir əməliyyatla nəticələnə bilər. Valideynlər vaxtında davranmalıdır. Elə bir şey gördüklərində mütləq cərraha müraciət etməlidirlər. Qasıq yırtığı əməliyyatı iki cür olur. Birincisi klassik açıq üsullu olur. Lakin unutmamaq lazımdır ki, əgər bir tərəfdə qasıq yırtığı varsa, qarşı tərəfdə də qasıq yırtığı olma ehtimalı 20%-dir. Açıq üsullu əməliyyatda bunu müəyyən etmək biraz çətin ola bilər. Lakin günümüzdə artıq açıq əməliyyata da yaxın nəticəsi olan qapalı əməliyyat. Tamamilə izsiz, göbəkdən sadəcə bir kamera yerləşdirməklə hər iki tərəfində yırtıq olduğu isbatlandıqdan sonra bu əməliyyatla qısa bir zamanda həll oluna bilər.